Əgər sizdə və ya yaxınlarınızda hər hansısa bir səhhəti ilə bağlı problem varsa, onda siz bu videonu sona kimi mütləq izləyin. Deməli, mən sizə qısa olaraq öz həyat hekayəmi danışmaq istəyirəm. Mən uşaq vaxtı revmatizm xəstəliyinə tutulmuşdum və bilirsiniz, revmatizm xəstəliyi deyirlər ki, ürəyi dişləyir, sümükləri isə yalayır. Yəni bu xəstəlik mənim həm beynimə ziyan vurmuşdu, sinir sisteminə ziyan vurmuşdu, həm ürəyimdə problem yaratmışdı, eyni zamanda sümüyümdə də problem yaratmışdı. Yəni bu məndə revmatoid artrit xəstəliyi idi və həkimlər deyirlər ki, bu xəstəlikdən müalicə olunmaq mümkün deyil və bunun fəsadlarını da aradan qaldırmaq mümkün deyil. Amma mən bu gün sizə sənədlərlə bunu sübut eləyəcəyəm. Yəni ki, baxın, deməli 2005-ci ildə yazılıb ki, sənədində, baxın bu sənəddə də var. İnanmayan insanlar gələr, mən bu sənədləri ona göstərə bilərəm. Hamısı peçatlı sənədlərdir. Deməli, sayğışan hərəkətlər xeyli azalıb. Məndə sayğışan hərəkətlər var idi. Ali sinir sistemi fəaliyyəti də yaxşılaşır. Yəni ki, məndə olan sayğışan hərəkətlərdir, yəni problemlər var idi və bu yaxşılaşmaya doğru gedir. 2005-ci ilin sənədi, 2006-cı ilin sənədi. Deməli, ali sinir sistemi yaxşılaşır, son bir ildə sayğışan hərəkətlər görsənmir. Sayğışan hərəkətlərlə bitdik. Yəni sayğışan hərəkətlər məndə artıq yəni ki, belə deyək, bitib olmuyor. Və keçək, baxın, burada D vitamini. Bu sənəddə D vitamini 27 göstərir. Bu sənəddə 27 göstərir. Burada isə D vitamini 62. Yəni D vitamini 62-yə qaldırmışıq. Sonra keçək ürək fəaliyyəti ilə bağlı. Ən çətini ürəkdir, bilirsiniz ki, 2017-ci ilin sənədində burada göstərir ki, ürək fəaliyyəti ilə bağlı, yəni müəyyən ürəkdə problemlər göstərir, ürək qapağında problem göstərir. 2017-ci ilin sənədində. 2020-ci ilin sənədində də baxın qırmızı şeylə yazılıb, qırmızı hərflərlə yazılıb. Burada da problem göstərilir. Bunlar ürəyin exosudur, exokardioqramasıdır. Və 2025-ci ilin 11-ci ayının sənədində. Yəni heç bir problem yoxdur. Yəni həkimlərin özləri də belə deyək, mən orada bilirsiniz, bir çox testdən keçmişəm, ürək kardioqraması keçmişəm, orada stres testi var. Deməli qaçırsan elə bir ki, yəni ki, Beqovoyun üstünə qaçırsan, onun da testindən keçmişəm və testin nəticələri yaxşı göstərib, heç bir problem yoxdur. Bu, yəni ki, siz öyrənmək istəyirsinizsə ki, bunun necə, yəni ki, bunun sirri nədir, necə tamamilə təbii vasitələrlə müalicə olunmuşuq, onunla bağlı videonun altında WhatsApp düyməsi var, oraya yaza bilərsiniz. Yəni, mən özüm real formada, yəni belə deyək, sənədlərlə bunu sübut eləyirəm ki, bu revmatoid artrit xəstəliyindən sağalmışam və bizim belə minlərlə nəticəmiz var. Təkcə baxın, D vitaminini bir ayın içində biz 20-dən 60-a qaldıra bilirik asanlıqla, asan formada. Yəni ki, bilirsiniz, D vitamini aşağı olanda insanlarda revmatoid artrit daxil, revmatizm daxil bir çox xəstəliklər meydana çıxır. Çünki indi mən ona uzun formada izah eləməyəcəyəm. D vitamini olmayanda elə bil ki, bağırsaqların funksiyası pozulur. D vitamini bir növ açardır da, yəni. Və siz, yəni ki, belə deyək, hər hansı bir probleminiz varsa səhhətinizlə bağlı heç bir fərqi yoxdur. Biz minlərlə xəstəni, yəni ki, Allahın izni ilə müalicə eləmişik və əgər fikriniz ciddidirsə, yəni bir vaxt siz gedəsiniz həkim gəzəsiniz, bizdə elə insanlar çox olub, gediblər həkim gəziblər, heç bir nəticələri olmayıb və sonunda bizə müraciət ediblər, nəticəsini də görüblər. Yəni ki, fikriniz ciddidirsə, bizə müraciət edə bilərsiniz. Biz sizə maksimum səviyyədə köməklik göstərəcəyik. Bizim məhsullar tamamilə təbii məhsullardır və nə etmək lazımdır, bunun hamısını deyəcəyik. Yəni ki, əgər fikriniz ciddidirsə, bizə aşağıda WhatsApp butonu var, ora müraciət edə bilərsiniz.